Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi. Əziz izləyicilər, bugün biz çox dadlı bir salat hazırlayacağıq. Həm salat qeyri-adi tamı var, həm də çox gözəl, faydalı bir salatdır. Bunun üçün də bizə çox az ərzaqlar lazımdır. Demək, bunun üçün bizə nələr lazımdır? Təbii ki, salatlar heç bir şey mayonezsiz olmur. Mayonez lazımdır. Belə konservləşdirilmiş ananasdır, alman istehsalıdır. Ondan sonra sarımsaq bir neçə tiş və pendir olacaqdır. Siz pendiri öz zövqünüzə görə hansını istəsəniz edə bilərsiniz. Bizdə belə bir pendirdir, yəni yağlı. Siz Holland pendiri zat da edə bilərsiniz. İndi ilk öncə əziz izləyicilər, ananasımızı bax belə açıb və suyunu tökürük. Sonra isə başlayacağıq xırda doğrama. Yəni elə də xırda yox, belə doğrayacağıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax belə suyu da çıxdı ananasın, gözəl soxdu. Bal. İndi əziz izləyicilər, başlayırıq bunu hazırlamağa. İlk öncə bunu belə 4 gün doğrayacağıq. Lazım olanda da bıçaq taxılır. Bax belə ananaslardır, gördüyünüz kimi. Belə bölüb və bax beləcə bu şəkildə doğrayırıq. Beləcə ananaslarımızı doğrayırıq qabımıza. Bu şəkildə hamısını doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax belə ananasımızı doğradıq. Ondan sonra keçirik pendirimizə. Bax pendirimizi də belə götürüb sürkəcdən keçirdirik. Bax beləcə pendirimizi də sürkəcdən keçirdirik. İnandırım sizi, çox gözəl bir salatdır. Yəni pendir, sarımsağın deyəcəksiniz şirin şeyin acı şey nə tam verir. İnandırım sizi, çox gözəl belə deyərdim bir salatdır. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax beləcə pendirimizi də sürkəcdən keçirdik. Bax belə gördünüz necə gözəl alındı və üzərinə sarımsağımızı əlavə edirik. Sarımsağımızı balaca belə deyəlim sürkəcdən də keçirdə bilərsiniz. Belədir. Yəni sizə necə rahatdır elə edə bilərsiniz. Biz bir də batırmaq istəmədik. Bax beləcə sarımsağımızı da sürkəcdən keçirdirik. Deməli əziz izləyicilər, gördüyünüz kimi sarımsağımızı beləcə xırda etdik və üzərinə mayonezimizi əlavə edirik. Mayonez çox tökməyək, biraz tökək, sonra lazım olsa əlavə edərik. Beləcə qarışdırırıq. Əziz izləyicilər, baxın, gördüyünüz kimi artıq ananas salatımız hazırdır. Çox gözəl və dadlı alınır. Bu qədər. Hazırlayan hər kəsə nuş olsun deyirəm. Hazırlayın və dadın. Sağ olun, salamat qalın.